vergi ödəyicilərinə xidmət mərkəzləri. Xidmət mərkəzləri sahibkarların və müxtəlif sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin dövlət vergi xidmətinin təqdim etdiyi xidmətlərdən istifadəsi üçün texniki məsləhət dəstəyini təmin edən və ayrıca vergi orqanı olmayan regionlarda yerləşən strukturlarıdır. Bu məkanlarda vergi ödəyicilərinin həm məlumat, həm də əməliyyat xarakterli bütün müraciətləri cavablandırılır. Xidmət mərkəzləri hansı funksiyaları yerinə yetirir? Xidmət mərkəzlərində vergi ödəyicilərinə vergi qanunvericiliyinin tətbiqi, vergilərin, sosial sığorta haqlarının hesablanması və ödənilməsi qaydaları, bəyannamələrin tərtib edilməsi və göndərilməsi, vergi orqanlarında qeydiyyat, vergi ödəyicilərinin hüquq və vəzifələri haqqında məlumat və izahatlar verilir, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi sahəsində vətəndaşların qarşılaşdıqları çətinliklər, səlahiyyətlər çərçivəsində həll edilir. Xidmət mərkəzlərinin iş rejimi və ünvanları barədə məlumatı necə əldə etmək olar? Respublika üzrə 60 xidmət mərkəzi fəaliyyət göstərir. Mərkəzlərin ünvanları və əlaqə vasitələri barədə məlumatı taxes.gov.az saytından əldə etmək olar. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti.